Ağlıma da gəlməzdi ki, lahmacunun üzərinə qaynar kərə tökəndə dünyanın ən dadlı lahmacunu alınırmış. Özdə yayda buz kimi kola ilə. Gəl indi yemə. İçliyi üçün bizə lazım olan kapya bibər, yaşıl bibər, soğan, cəfəri, damak bibər pastası, zeytun yağı və dana qiyməsidir. Quzu əti ilə daha dadlı olur biləsiz. Qiyməkeşlə hamısını xırda doğramaq da olar, amma vaxt olan yerdə. Bilmirəm hardan ağlıma gəlib, amma mən ətini 2 qaşıq nar şərabda vururam. Xəmir isə çox sadə. Un, su, duz. Xəmiri biraz möhkəm eləyirəm. Kündələri dincəldib eyni ölçüdə hamısını yayıram. Ürəyim gedir belə işlərdən ötürü. Hər şey eyni boyda, eyni rəngdə, sırayla düzülmüş. İndi deyəcəksiniz ki, I am hungry yorulur. Yox, əslində sevmədiyim işi görəndə yorulurdum. Yaydığım xəmirin üzərinə əti də yayıb 200 dərəcədə kənarları qızarana kimi bişirirəm. Vəssalam, hazırdır. Bolluca limon, cəfəri, bir də dediyim kərə yağını mütləq yoxlayın. Yayda buz kimi kola ilə lahmacun ən sevdiyimdir. Amma hər yerdə yeyə bilmirəm. Çünki ətdən başqa hər dad hiss olunur. Başa düşürsən ki, maliyyəti aşağı salmaq üçün kafe, restoranlar əti maksimum azaldırlar. Mənsə baha, amma keyfiyyətli yeməyin tərəfdarıyam. Ya da evdə özün eləyəsən. Bəs siz nə düşünürsünüz? Əziyyət çəkmək, yoxsa nə oldu hazır yemək?